Bu videonu xüsusilə sızanaqlı yeniyetmə övladlarınıza göstərin. Ölüm üçbucağı nədir və təhlükəli fəsadlardan necə qorunmalıyıq? Üzdəki sızanaqlar insanı öldürə bilər. Təcrübə və araşdırmalar göstərir ki, bəli, bu mümkün olan bir hadisədir. Belə ki, insan bədəninin quruluşu etibarilə biz bilirik ki, üzümüzdə ölüm üçbucağı adlandırdığımız bir bölgə var. Bu bölgə burun kökündən başlamış, dodaq kənarlarına qədər davam edən bir nahiyəni əhatə etməkdədir. Anatomik olaraq biz bilirik ki, bu bölgənin venaları kəllə əsası venaları ilə sıx əlaqəli, bağlı olan bir nahiyədir. Xüsusilə həddibuluq yaşında yeniyetmə övladlarımızda bu bölgədə sızanaqlar ola bilir ki, bu sızanaqlar öz mənşəyi etibarilə bakterial infeksiyadır və bu bölgədəki sızanaqları sıxdığımız, incitdiyimiz, kəsdiyimiz, qurdaladığımız zaman infeksiya çox rahatlıqla üz bölgəsindən kəllə əsasına qədər davam edə bilər. Bəs bu nə ilə təhlükəlidir? Kəllə əsası bildiyimiz kimi bir steril bir bölgədir və bu bölgəyə düşmüş infeksiya çox rahatlıqla özünə yer tapıb inkişaf edə bilir. Bu da öz növbəsində meningit, kavernoz sinusun trombozu və digər ölümə qədər gətirib çıxara biləcək ağır fəsadlarla nəticələnə bilər. Xüsusilə həddibuluq yaşında olan övladlarımızı xəbərdar etməliyik. Ölüm üçbucağı adlandırdığımız bölgədə hər hansı bir sızanağın sıxılması, zədələnməsi, onun üzərinin qoparılması yol verilməz hadisədir. Bu bölgənin sızanaqları, bu bölgənin iltihabı xəstəlikləri xüsusi diqqətlə müalicə olunmalı və tam nəticə əldə olunmayana qədər müalicə dayandırılmamalıdır. Beləliklə övladlarımızı ola biləcək ağır həyati təhlükəli fəsadlardan qorumuş ola bilərik.